70-ci sualın izahına baxırıq. 70-ci sualda təqdim olunan qrafda ixtiyari bir təpə və ondan çıxan tillər sindikdən sonra deyil və 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Onun kvadratı 100 çıxaq. 10'dursa bir til, təpədən də 3 til çıxır 30. Amma ki bizə deyir ixtiyari bir təpə silinib. 10 təpədirsə biri silinib 9. 9'un kvadratı 81. Əgər 30 til varsa, bir təpə silinibsə onunla bərabər 6 tilin silmiş olur. Qaldı 24 til. 81'dən də 24 çıxanda 57 sıfırın var. 57 sıfırların sayı ilə birlərin sayına nə qədər çox olduğunu müəyyən elədik. 57 çıx 24, 33 çox olduğunu müəyyən etdik. Bu da belə. Sonra 74-cü sualın izahına baxırıq. Biz 573 olar nəticə olaraq və baxırıq ki bizə ancaq m-lər istəyir. Aydındır. M istəyir. Və gəlirəm burada 573 isə 573 yazsam, 573-dən 9 çıxsam 564 qalır və ikinci addımda 564 isə 564 m-i tapanda 564-dən 180 çıxsa qalacaq 384. Sonra gələcəm burada m bərabərdə n çıx 99 vur. Bu da bərabərdirsə 384'ə. Düzdürmü? Onda da n çıx 99 bərabərdir nə? Burada da bölmə var. Yəni 384 nə? Böl 3. Düzdür? Böl 3 bu şəkildə yazım. Sonra n çıx 99 bərabərdir 128'ə. N də bərabərdir 128 üstə gələk 99. N də bərabərdir nəyə? 227'yə. A variantı. İndi 75-ci sualın izahına baxaq. Bizdə T1, S0, val. Val neyini? 1-1'ə bərabərdir, hə. Onda gələcəm. A-nın qiyməti nədir? 2. 2'ni 5'ə böləndə qalığı 0'a bərabər olur. Yox, onda içinə düşməyəcək. Gələcəm S-i hesablayacağım. S 0'dır. A da nədir? 2'dir. 0'ın üstə 2 gələndə 2. Burada da A 2'dir. 2'nin üstə 1 gələcəm. A da nə olacaq? 3. Təzədən dövrə gedirəm. A 3'dür. 3'ü 5'ə böləndə qalığım 0'a bərabərdir. Yox. Yenə S-in qiyməti 2'dir. A-nın qiyməti 3. 2'nin üstə 3 gələcəm. 5. 3'ün üstə 1 gələcəm. 4. Yenə 4'ü 5'ə bölürəm. Qalığı 0'a bərabərdir. Yox. Onda 5'in üstə 4 gələcəm. 9. 4'ün üstə 1 gələcəm. 5. 5'i 5'ə böləcəm. Qalığı 0'a bərabərdir. Hə? Onda 5'in üstə 4 gələcək. 9'un üstə 5 gələcəm. 14. Bu da eləyəcək 6. Bizdən də S-i soruşur. Cavab olaraq C variantı nədir? 14 olacaq.